Bunları bilmədən mal əti alma. Təzə mal əti canlı qırmızı olmalıdır. Hava ilə təmasda biraz tündləşə bilər, bu normaldır. Amma boz və ya qəhvəyə çalarlara rast gəlirsənsə əl vurma. Ətin içində ağ damar şəklində yayılmış nazik yağ zolaqları varsa, bu keyfiyyət və ləzzətin göstəricisidir. Bu yağ bişərkən əriyir, ətə yumşaqlıq, şirəlilik və unikal dad verir. Ətə barmağınla bas, əgər tez geri qayıdırsa, deməli yaxşı ətdir. Ətin səthi yüngül nəmli olmalıdır, nə sürüşkən, nə də ki yapışqan. Qabda həddindən artıq qan və ya su yığılıbsa, bu risklidir. Təzə ət demək olar ki, qoxusuzdur. Turş, kəskin və ya xoşagəlməz qoxu gəlirsə, heç düşünmə, bu əti almağa dəyməz. Bundan əlavə keyfiyyətli ət almaq üçün evinizə yaxın tanıdığınız qəssabları seçin. Müştəri itirmək istəməyən yerli qəssablar həmişə təzə və yaxşı ət təklif etməyə çalışırlar. Qəssabınızla yaxşı münasibət qurun və ət alarkən bunları öyrənməkdən çəkinməyin. Heyvanın yaşı. İdeal mal əti adətən 14-18 aylıq cavan heyvanlarda olur. Belə ət daha zərif, yumşaq və dadlıdır, həm də asan bişir. Qidalanması. Ətin dadı və keyfiyyəti heyvanın nə ilə bəslənməsindən asılıdır. Otlaqda böyüyən və təbii yemlərlə bəslənən heyvanların əti daha dadlı və keyfiyyətli olur. Cinsiyyəti. Bəzi mütəxəssislər heç balalamamış dişi heyvanların ətinin daha yağlı və zərif olduğunu qeyd edirlər. Faydalı gəldisə sevdiklərinizlə paylaşmağı və daha çox belə məlumatlar üçün məni izləməyi unutmayın.